Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebine Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Babu ma ca firruqa ve temaim. Rukyalar və təmimələr barədə gələn rəvayətlər babındayıq. 3 dəlili götürdük. Sonra müəllif 4-cü dəlili gətirir. Və deyir ki, وَرَوَى أحمد أن رويفع قال قال لي رسول الله صلى الله عليه وسلم يا رويفع لعل الحياة ستطول بك فأخبر الناس أن من عقد لحيته أو تقلد وترا أو استنجى برجيع دابة أو عظم فإن محمدا بريء منه. Deyir ki, İmam Əhmədin, həmçinin Əbu Davud və Nəsəinin rəvayət etdiyi bu hədisdə Ruvayfi radiyallahu anhu deyir ki, Allahın Rəsulü sallallahu aleyhi ve sellem mənə dedi ki, ey Ruvayfi, yəqin ki, sənin ömrün uzun olacaq. Elə isə insanlara bildir ki, kim saqqalını düyünləsə və boynuna vətər taxsa, yəni boyunbağı assa və yaxud heyvanın peyini və ya sümüyü ilə təmizlənsə, Muhammed ondan bəridir. Muhammed ondan uzaqdır sallallahu aleyhi və səlləm. Bu hədisin fəslə aid olan dəlaləti Peyğəmbər sallallahu aleyhi və səlləmin "Əv təqəllədə vətərən" kəlməsi ilə, yəni boynuna sim və ya ip asarsa kəlməsi ilə, yəni qorunmaq üçün asarsa hər hansı bir şeyi, "Fəinnə Muhammeden bəriun minhu" kəlməsindədir. Yəni Muhammed ondan, o insandan bəridir, uzaqdır və Peyğəmbərin də sallallahu aleyhi ve sellem o işi edəndən bərayət etməsi həmin əməlin şiddətli şəkildə qadağan olub haram olmasına dəlalət edir. Peyğəmbər sallallahu aleyhi ve sellem bir şeydən bərayət etdisə, Muhammed ondan bəridirsə dedi, mən ondan bəriyəm dedisə, həmin əməlin, həmin işin şiddətli şəkildə qadağan və haram olmasının dəlilidir. Və həmin ifadələrdən, yəni bərayəti bildirən ifadələrdən həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem baxırsan ki, bəzən hədislərdə deyir ki, leysə minnə, bizdən deyil. Hər hansı bir əmələ gəlibsə bizdən deyil kəlməsi həmin işin haramlığına və şiddətli şəkildə qadağan olmasına dəlildir. Məsələn, gəlib ki, leysə minnə mən ləm yarham sağirana və ləm yuvaqqir kəbirana. Kim kiçiklərimizə, uşaqlarımıza rəhm etməsə və böyüklərimizin qayğısını, qədrini bilməsə bizdən deyil. Leysə minnə mənğaşşənə fəleysə minnə. Məsələn, kim aldadarsa, ğiş edərsə, hilələrlə, aldanışla məşğul olursa bizdən deyil. Və leysə minnə mən həmələ aleynə silah. Bizdən deyil, kim bizim üzərimizə silah qaldırarsa. Həmçinin leysə minnə mən darabəl xudud və şəqqəl cüyub və da'a bi də'vətil cahiliyyə. Bizdən deyil, kim üzünə vurarsa, yaxasını cırarsa, cahiliyyə dönəminə aid olan çağırış edərsə və bu kimi, yəni hardakı mən bəriyəm və yaxud bizdən deyillərsə, həmin işin haram və qadağan olmasının dəlilidir. Deməli, Allahın Resulü sallallahu aleyhi ve sellem bu səhabiyə deyir ki, ya Ruvayfi, ey Ruvayfi, bu da lətif bir müraciətdir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem tərəfindən. Deyir ki, "Ləalləl həyətə sətatulu bik." Yəqin ki, çox güman ki, sənin həyatın uzun olacaq. Və belə də olur, Ruvayfi radiyallahu anhu uzun ömür yaşayır. O da Peyğəmbər sallallahu aleyhi ve sellem sadiqliyindəndir, Peyğəmbərliyinin doğruluğunun əlamətlərindəndir ki, Allah Resulü sallallahu aleyhi ve sellem vəhiy ilə
bəzən yəni öndə olan, gələcəkdə olan şeylərdən xəbər verərdi. Və deyir ki, bu səhabi radiyallahu anhu da yəni xeyirli səhabələrdən birisidir. Hicrətin 56-cı ilinə qədər yaşayıb, Misirdə olub və Raşidi xəlifələrin dövründə müəyyən vəzifələrdə çalışıb. Və deyir ki, sənin ömrün uzanacaq. Və mömin birisinin ömrünün uzun olması ancaq onun xeyrini, həyatdakı nədir? Xeyrini artırır. Yəni, uzun ömürlü olmaq, əgər möminsənsə, o zaman sənin bu, yəni ömrünü artırmış olur. Daha doğrusu ömrünə xeyir gətirmiş olur. Xeyir əldə etmiş olursan. Amma kafirlərin isə əksinə, uzun ömürlü olmaları onların daha da nədir? Zərərini, yəni şərini artırmış olur. Ona görə Allah subhanahu ta'ala buyurur: وَلَا يَحْسَبَنَّ الَّذ۪ينَ كَفَرُوا اَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ اِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا اِثْمًا وَلَهُمْ عَذَابٌ مُهِينٌ. Allah Teala deyir, qoy kafirlər elə hesab etməsinlər ki, onlara möhlət verməyimiz, onlara uzun ömür verməyimiz, onlara evlat verməyimiz, onlara sağlamlıq verməyimiz, onlara ruzi verməyimiz onların xeyrinədir. Əksinə, onların şərrinədir bu. Bəl huvə şərrun ləhum. Bu onların şərrinədir. Niyə? Hətta onların günahlarını artırmaq üçün. Onların günahları artsın deyə və onlar üçün alçaldıcı bir əzab var, deyir Allah subhanahu wa ta'ala. Deməli, deyir ki, bu səhabiyə, Peyğəmbər sallallahu aleyhi ve sellem, fəəxbirin nəs, insanlara bildir. İnsanlara bildir. Bu da nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem bu səhabəni dəvətlə görevləndirməsidir. Dəvətlə tapşırmasıdır ki, insanlara bildir, insanlara bəyan et. Və bu, yəni elmin, səhih əqidənin və yəni haqqın, həmçinin şirkin və şirkə aparan yolların insanlara bildirməsinin vacib olduğunu göstərir. Şirkə aparan bütün yolların bağlanmasının və bunun insanlara bəyan edilməsinin vacib olmasını göstərir. Yəni, hansı cəmiyyətdə olursansa ol və hansı insanlar tərəfindən edilirsə edilsin, mütləq şəkildə nədir? Əgər şirk varsa, bunu inkar etməlisən. Yəni, şirk varsa, şirkə aparan yollar varsa, bütün bunların hamısı mütləq inkar olunmalıdır. Buna aparan, şirkə aparan yollar bağlanmalıdır. Yəni, cəmiyyətdə mənə pis baxarlar, çevrəmdəki insanlar mənə nə deyərlər, mənə müxtəlif adlar qoyarlar, bəhanəsi, yəni səni bu mühüm vəzifədən uzaq salmamalıdır. Sən haqqı bildinsə, şirki bildinsə, mütləq ondan çəkindirməlisən insanları. Mütləq deməlisən. Çünki nə qədər görürük ki, bəzən şirki bildikləri halda, amma şirk əhlindən olarlar və onların şirkini inkar etməzlər. Hansı ki, ayrılıqda söhbət etdiyin zaman deyirsən ki, sən qəbul edirsən ki, bu əməl şirkdir. Deyir, qəbul edirəm və özüm ondan uzaq dururam. Bəs niyə öz çevrənə, öz dostlarına, öz yaxınlarına, oturub durduğun insanlara bunun şirk olduğunu demirsən? Qorxursan ya çəkinirsən, nədən, kimdən? Ən vacib olan məsələni niyə çatdırmırsan? Ən böyük günah olan məsələdən niyə çəkindirmirsən insanları? Yəni, insanın şirki bildiyi halda ona göz yumub, onu susması, onu inkar etməməsi, bu, həqiqətdə Allah və onun Rəsuluna qarşı xəyanətdir. Və bu, Allahın nizamının digər nizamlardan, yəni, və yaxud digər nizamları, digər qaydaları, digər adətləri, Allah subhanahu ta'ala qoyduğu nizam və qaydalardan üstün yerə qoymaqdır. Həmçinin kimlərinsə sözünü Allahın sözündən üstün yerə qoymaqdır. Və Allah subhanahu ta'ala əmrini tərk etməkdir. Çünki Allah subhanahu ta'ala şirki
yer üzündən yox edilməsi ilə əmr edib. Hətta elə bir formada əmr edib ki, وَقَاتِلُهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةً وَيَكُونُ الدِّينُ لِلّٰهِ. Allah Teala buyurur ki, وَيَكُونَ الدِّينُ لِلّٰهِ. Onlarla fitnə, yəni şirk aradan qalxana qədər döyüşün. Hətta din tamamilə Allaha aid edilənə qədər. Din, tohid Allaha xas olana qədər. Yəni tohid dininə əməl olunana qədər onlarla döyüşün və ona görə də bugün yəni biz şirkə qarşı, dinsizliyə qarşı, yəni bacardığımız bütün vasitələrlə mübarizə aparmalıyıq. Bacardığımız bütün vasitələrlə. Elmlə, dəvətlə, təbliğlə, yəni məsələ bu dərslərdə bu qəbildəndir. Bu dərslərin keçirilməsi, yazılması, paylanılması həmən bu qəbildəndir ki, biz nədir? Tohidi yayırıq və insanları şirkdən çəkindiririk. Yəni, haqqı biləndən sonra ona dəvət etmək və yaxud ona dəvət etməmək və batilə susmaq, yəni bu eyni zamanda elmin haqqın gizlənməsidir. Elmin haqqın gizlədilməsidir. Hansı ki, bu da öz-özlüyündə ayrıca bir böyük bir müsibətdir. Elmin haqqın gizlədilməsi. Allah Teala buyurur: "İnnellezine yaktumuna ma enzelna minel beyinati vel huda min ba'd ma beyyennahu lin-nas min ba'd ma beyyennahu lin-nas fil kitab ulaika yel'anuhumullah ve yel'anuhumul la'inun." Allah Teala deyir ki, biz insanlara kitabda haqqı bəyan edəndən sonra, insanlara doğru yol göstərəndən sonra onu gizlədənlərə Allahın və bütün lənət edənlərin hamısının lənəti var. Allahın və bütün lənət edə bilənlər, hər kəsin, mələklərin və insanların lənəti var. Gör nə qədər təhlükəlidir insanın haqqı biləndən sonra onu gizlətməsi, onu deməməsi. Və ən böyük haqq da Allahın haqqıdır. Tohiddir. Yəni insanları mütləq vacibdir ki, tohidə dəvət edəsən və onlarda şirk gördünsə, mütləq bunu nədir? Bundan çəkindirəsən və haqqı çatdırmaq, insanlara bəyan etmək, batili inkar etmək bu peyğəmbərlərin, onların varislərinin və dəvətçilərin görəvidir. Haqqı çatdırmaq, insanlara bəyan etmək, insanları batildən, şirkdən, küfrdən çəkindirmək bu peyğəmbərlərin və peyğəmbərlərin varislərinin və həmçinin dəvətçilərin görəvidir və bu da olduqca şərəfli bir görəvdir. Bu, olduqca şərəfli bir görəvdir. Deməli, Allahın Rəsulü sallallahu aleyhi ve sellem Ruvayfi radiyallahu anhunu insanları 3 şeydən çəkindirməklə görəvləndirir. Deyir ki, saqqallarını düyünləməsinlər və boyunlarına vətər taxmasınlar və yaxud heyvanların boynuna boyunbağı asmasınlar. Çünki bu şirkdir. Yəni məqsəd qorunmaq üçün, göz dəymədən və yaxud zərərdən qorunmaq üçün hər hansısa bir şey asmasınlar, taxmasınlar və heyvanların sümüyündən və yaxud peynindən də təmizlənməsinlər. Və deməli deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem birinci məsələ nədir? Fəəxbirin nəs ənə mən aqada lihyətəhu. İnsanlara bildir ki, kim saqqalına düyün vurarsa. Deməli, bu 3 qadağada birinci məsələ nədir? Saqqala düyün vurmaq. Saqqalı burmaq, saqqalı bağlamaq və yaxud düyünləmək. Yəni, bunun məqsədi nədir? Buradakı murad nədən ibarət olduğu barədə elm əhlindən müxtəlif görüşlər, müxtəlif rəylər söylənilib. Deyilib ki, birinci rəy odur ki, burada yəni saqqalı düyünləmək, yəni təkəbbürcəsinə, kibirlə, övünməklə, fəxrlə, saqqala düyün vurmaq və yaxud bığı vurmaq təkəbbürcəsinə. Yəni bu cahiliyyə dönəmində olanların adətlərindən idi. Xüsusən döyüş əsnasında, məsələ at çapanlar, bəziləri məsələ bu formada edərdilər. Ya bığlarını, ya saqqallarını burub
düyünləyərdilər. Özünün fərasətli döyüşçü olduğunu göstərmək üçün və yaxud yəni kibr, təkəbbürlü əlaməti olaraq bunu yəni edərdilər. Yəni özündən razı əlaməti olaraq. Özündən razı əlaməti olaraq və şəriətimiz də bizə davranışımızlarda kafirlərə yəni bənzəməməklə gəlib. Kafirlərə davranışımızda bənzəməməyi əmr etməklə gəlib. Yəni əgər xüsusən də bu şeylər yəni ehtiyac duyulmayan bir şeylərdirsə və müsəlmanlar çalışmalıdır öz aralarında xüsusən, ələlxüsus müsəlmanlar öz aralarında, yəni bu kimi təkəbbürlüyə yol açan şeylərə yol verməsinlər. Yəni saqqalı, nə bilim, düyünləmək ola bilər. Məsələ, bura aid olmuş olsun, insanın özünü, saçını, saqqalını daradıqca məsələ, özündən bəyənməsi. Və bu halı məsələ, özündə məsələ fəxrə gətirməsi, bununla övünməsi. Yəni bu şeylər doğru düzgün deyil və qadağan olunmuş şeylər, çünki müsəlman təvazökar olmalıdır. Ola bilər sən saqqalını, saçını o formada qurdalayasan və bununla övünəsən. Bu səni təkəbbürlüyə gətirər. Belə olsa, yəni hədisdə qeyd edilmiş nədir? Bu qadağanın hökmünə daxil olmuş olur. Bu qadağanın hökmünə daxil olmuş olur. İkinci rəy odur ki, burada yəni saqqalı düyünməkdən və ya burmaqdan məqsəd yəni namazda ikən bunun qadağan edilməsidir. Namazda ikən. Yəni Əbu Zur'a radiyallahu anhuna nisbət edilən bir və yaxud bunu deyən alimlərdən birisi də Əbu Zur'a radiyallahu rahimullahdır. Çünki Buxari və Müslimdə hədis varid olub İbn Abbasdan. Allah Resulü deyir ki, sallallahu aleyhi ve sellem, umirtu ən əscudə alə səb'ati əzim. 7 əzalar üzərinə səcdə etməklə əmr olundum. Aləl cəbhəti və əşərə biyədihi alə ənfihi. Alın üzərinə və əli ilə burnuna işarə edir. Vəl yədeyni, 2 əl, vəl rukbəteyni, dizlər və atrafil qədəmeyn və ayaqların ucları. Sonra deyir ki, vələ nəkfitə thiyəbə və şiara. Və əmr olundum ki, paltarı və saçı yığıb bükməyək. Namazda, səcdədə. Paltarı və saçı. Ona görə bəzən baxırsan ki, şalvarın ayağını yuxarı çəkirlər, qatlayırlar. Və bu hədisdən götürülüb qadağa. Paltarı və saçı qatlamaq və yaxud qolu məsələ bu formada namazda ikən. Yəni, bunlar qadağan olub. Ona görə deyirlər ki, əgər səcdədə bunlar qadağan olubsa, deməli, eyni zamanda saqqal da bura aiddir. Saqqalı da bir formada, müəyyən formada burmaq, bağlamaq və s. Deyirlər ki, düzgün deyil. Şək yoxdur, bu məna doğrudur. Doğrudur ki, insan saqqalını həm öz-özlüyündə, həm də bu hədisə əsasən qiyas yolu ilə deyə bilərik ki, saqqalı da burmaq, qatlamaq, nə bilim, düyünləmək doğru deyil. Lakin biz haqqında danışdığımız hədisin mənası, yəni Peyğəmbər s.ə.v. Ruvayfi səhabə radiyallahu anhunu bu qadağa ilə insanlara göndərməsi və deməsi ki, saqqallarını düyünləməsinə qəsd edilən məhz budurmu? Ki, namazda ikən. Bu, yəni, ehtimallı. Lakin birinci görüş, dediyimiz birinci görüş, o da nə idi? Nəyə görə qadağan olmuş? Təkəbbürlükdən dolayı. Bu daha yəni, uyğundur və daha məşhurdur. Üçüncü rəy odur ki, saqqalı düyünləməkdən qəsd, qadağa burada, yəni qadınlara bənzəməməkdir. Qadınlara bənzəməməkdir. Yəni ki, necə ki, qadınlar saçlarına örük vurarlar, eləcə də kişilər saçlarına düyün vuraraq onlara bənzəməsinlər. Örük kimi olmasın. Onlara bənzərlik olmasın və yəni düzdür saçı, saqqalı yəni
təmiz saxlamaq və gözəl tutmaq bu tələb olunur. Lakin saçı və ya saqqalı müəyyən formalara salaraq qadınlara və ya bəzi batil əhlinə bənzəmək olmaz. Bəzi batil əhli, məsələ, hansı ki, bəzi qadına bənzər kişilər ki var, müxannəs deyilir bunlara. Məsələ, qadın heyətində və yaxud belə kişilər var. Onların özlərinin, yəni öz zahiri görünüşü var ki, yəni bəlli deyil bu kişidir, yoxsa qadındır. Baxırsan ki, davranışı və zahiri görünüşü əksər halda nədir? Qadınlara bənzəyir. Və o cümlədən bu saqqalın qırxılması da nədir? Qadınların adətlərindəndir, əsl həqiqətdə. Yəni, məsələn, bu hədisin özünə baxanda Allah Rəsulü deyir ki, saqqallarına. Demək ki, o vaxtı saqqal qırxmaq görsənmirdi. Saqqal qırxmaq adəti yox idi əvvəllər. Yəni, bu sonradan artıq yəni, günahlarda həddi aşan insanların çox iyrənc formada olan bəzi günahlara yol açılandan sonra artıq bu şeyə də hətta kişilər belə əl atdılar. Və üçüncü rəy də budur ki, yəni bu saqqalı hədisdə gələn qadağa düyümləməkdən göz dəymədən qorunmaq üçün bunu edərdilər. Göz dəymədən qorunmaq üçün bunu edərdilər. Bundan dolayı Allahın Rəsulü sallallahu aleyhi ve sellem bunu qadağan etmişdir. İbn Hüseyin rahimullah özünün bir təlili var. Deyir ki, saqqal deyir, məsələ, əgər görkəmlidirsə, hərdən onu məsələ düyünləyərdilər və s. ki, hətta göz dəyməsin, gözə gəlməsin. Yəni, eybəcər olsun ki, göz dəyməsin. Lakin düzünü Allah bilir. Ola bilər, belə başqa məqsədlərdən sırf göz dəymənin qarşısını bu yolla yox. Başqa inanc etiqad da ola bilərdi ki, yəni buna yol verirdilər. Lakin hər bir halda bu görüş, yəni bunun deyilməsi, üçüncü rəy ki var, bu rəy, yəni göz dəyməyinin qarşısını almaq üçün saqqallarla düyün vurulmaq və burulması, bu, yəni bu fəslə münasibdir. Ruqyalar və təmimələr fəslinə münasibdir. Çünki hədisin özünün siyağında da nə gəlib? Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem nə ilə göndərdi? Saqqallarına düyün vurmasınlar və boyunlarına bir şey vətər asmasınlar. Deməli, vətər də indi deyəcəyik, nədir? Uyğun gəlir bu. Göz dəymədən dolayı etmələri. Biz dedik ki, vətər nədir? Vətər kamanın, oxun iki tərəfini birləşdirmək üçün olan nədir? İpdir. Yəni bu ya simdən ola bilər, ya dəridən ola bilər, ya hər hansı bir şeydən. İp, adi ip də ola bilərdi. Hansı ki bu nədir? Bu barədə biz hədisi götürdük. Əbu Bəsir əl-Ənsarinin, Əbu Bəşir əl-Ənsarinin hədisində ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ənə yəbqəyənə fi rəqabəti bə'irin qilədətun min vətərin illə qutiət hədisi götürdük. Heç bir heyvanın boğazında vətər qalmasın, hamısı qırılsın. Hamısı qırılsın, bunu götürdük. Dedik ki, o həmən oxun atması üçün olan o ip, o vətər köhnələndə onu heyvanların boğazına bağlayadılar. Nə məqsədlə? Gözdən qorumaq məqsədi ilə. Deməli, bu onu göstərir ki, əgər onlar yəni göz dəyməkdən qorumaq üçün bunu, bu simi, bu vətəri, bu ipi istifadə edirdilərsə, deməli, bu var idi onların adətlərində. Deməli, bu var idi və bu səbəbdən də və uzaq ehtimal deyil ki, bunlar heyvanlara bağlayırdılarsa, deməli, öz boyunlarına da bağlamış ola bilərdilər, uşaqların boynuna da bağlamış ola bilərdilər. Və ehtimaldır ki, həmçinin əgər bunu edirdilərsə, gözdən qorunmaq üçün saqqallarına da bu məqsəddən düyün vura bilərdilər. Hətta ola bilər başqalarına düyün vurdurub, üflətdirə də bilərdilər. Ki, yəni, nəsə ofsun formasında edilsin ki, bunlara yəni, göz dəyməsin. Və bütün bunlar, bu xurafatların hamısının nədir, səbəbi nədir? Doğru düzgün İslam təlimindən uzaq düşmək. Yəni, bütün bu xurafatların səbəbi
yəni və yaxud bu xurafatların hamısı doğru düzgün İslam təlimindən uzaq düşməyin nəticəsidir. İnsan İslam, şəriət, Peyğəmbər s.ə.v göstərişlərindən uzaq düşdükdə artıq xurafata düşmüş olur, batilə düşmüş olur, haqsızlığa düşmüş olur, ədalətsizliyə düşmüş olur, zülmə düşmüş olur, şirkə düşmüş olur. Yəni bütün bu qapılar insanların önündə açıqdır. Yəni bu qapıları bağlayan yeganə şey dindir. Səmavi sonuncu şəriətimiz olan İslam dinidir. Deməli, Allahın Rəsulü sallallahu əleyhi və səlləm saqqalı düyünləməyi və vətər, yəni boyunbağı taxmağı şahid yerdə budur bu hədisdə. Həmən o vətəri, boyunbağı asmağı, yəni istər özünə, istər uşağa, istər miniyə fərqi yoxdur. Zərəri dəf etmək məqsədi ilə, göz döymədən qorunmaq məqsədi ilə bunu Allahın Rəsulü sallallahu əleyhi və səlləm qadağan edir, çəkindirir. Yəni Allahla bağlı, Allahla yəni əlaqəni, bağı qoparan, qıran bütün səbəblərdən dinimiz ümumiyyətlə bizi nədir? Bizi uzaq tutur. Yəni Allahla əlaqəmizi qoparan, zəiflədən bütün səbəblərdən şəriətimiz, İslam dini bizi uzaq tutur. Və hər nə qədər Allahla aramızdakı münasibətdə, ibadətdə vasitələr çoxalarsa, bir o qədər Allahdan uzaq düşmüş olarıq. Və hər nə qədər Allahla münasibətdə, ibadətdə aramızdakı vasitələr azalarsa, bir o qədər Allaha yaxın olmuş oluruq. Bu olduqca mühümdür. Nə qədər sənin Rəbbinlə münasibətində, ibadətində, Rəbbinlə aranda nə qədər vasitələr çoxalarsa, bir o qədər Allahdan uzaq düşmüş olarsan. Və nə qədər sənin Rəbbinlə münasibətində, ibadətində, aranda vasitələr azalarsa, bir o qədər Rəbbinə, yəni Allaha yaxınlaşmış olarsan. Yəni elə buna görə də Allah Subhanahu wa Taala tək özünə ibadət etməyi, tək özünə dua etməyi, tək özünə sığınmağı əmr edib. Bax, elə bu dediyimizə görə hətta Rəbbimizlə, yəni əlaqəmiz möhkəm və mətin olsun deyə. Allahla əlaqəmiz möhkəm, sağlam və mətin olsun deyə. Lakin aramıza məxluqatı soxsaq, səbəbləri çoxalsaq, yəni bu bizə həqiqi mənada Allah Subhanahu Taala'dan nədir? Allahla aramızdakı ünsiyyəti ya qoparacaq, ya da zəiflədəcək. Hər nə qədər ibadətdə aramızda məxluqatı götürsək, maddiyyatı, səbəblər götürsək, bu insanın Allahla arasındakı münasibəti nədir? Əlaqəni qopardır, üzür. Ona görə də nə qədər ayələrdə, yəni bu qayda qeyd edilib. Yəni Allah Subhanahu taala bizlərə xatırladır bunu. Allah Teala buyurur ki: "Əni ibudullaha ma lakum min ilahin gayru." Allaha ibadət edin, sizin ondan başqa ilahınız yoxdur. Əni ibudullah, Allaha ibadət edin. Əni ibudullah kəlməsi. Allaha ibadət edin, Allaha üst tutun. Allaha yönəlin, Allaha dua edin. Allaha sığının, Allaha təvəkkül edin. Və bütün bu mənaların hamısı əni ibudullah kəlməsindədir. Həmin dediyimiz Allahla əlaqə, Allahla bağ. Bila vasitə, vasitəsiz. Hamısı buradadır. Əni ibudullah kəlməsindədir. O dediyimiz bütün vasitələr isə mələkum min ilahin gayru kəlməsindədir. O bütün, yəni Allahdan başqa sizin ilahınız yoxdur. Yəni Allahdan başqa sizin sığınacağınız, Allahdan başqa sizin məbudunuz, Rəbbiniz, Allahdan başqa sizə ruzi verən, Allahdan başqa sizi qoruyan, Allahdan başqa zərərdən sizi uzaq tutan, Allahdan başqa sizə ruzi, bərəkət, xeyir, uğuru cəlb edən heç bir nə ümid edəcəyiniz, nə bağlandığınız, nə gözlədiyiniz heç bir şey nədir? Heç bir şey yoxdur. Nə deməkdir? Yoxdur, var, amma batildir. Batildir, həqiqi deyil. Deməli, bütün bunlar hamısı bayaq dediyimiz bu ayədə özünü əks etdirilib. Əni ibudullah mə ləkum min ilahin gayru. Nə qədər ayələrdə bu gəlib təkrar. Peyğəmbərlərin dili ilə. Ya qavmi ibudullaha mə ləkum min ilahin gayru. Nə qədər peyğəmbərlər bu kimi dəvət ediblər. Ey qövm, Allaha ibadət edin, Allaha qulluq edin, Allaha sığının, Allaha sarılın. Sizin ondan başqa ilahınız yoxdur. Fikir verin. Dediyimiz birbaşa ibadət, Allaha bağlılıq, bu ibadətlərlə
Bir də vasitələr hansı ki Allahdan qeyriləridir bunlar. Allahdan qeyrilərdir. Mə ləkum min ilahin qeyru. Ondan başqa ilahınız yoxdur. Ondan başqa məbudunuz yoxdur. Nədir? Deməli, Allahdan başqalarına sığınmayın. Zərəri qaldırmaq və xeyri cəlb etmək məqsədi ilə. Sonra 3-cü qadağa hədisdə keçən deyir ki, فأخبر الناس أن من عقد لحيته أو تقلد وترا أو استنجى برجيء دابة أو عظم. Bildir ki insanlara kim saqqalına düyün vursa, kim boyun bağı taxsa və kim heyvanın sümüyündən və yaxud peynindən istifadə edərək təmizlənsə. Deməli, 3-cü məsələ heyvanın peyni və onun sümüyü ilə təmizlənmək məsələsidir. Və bu da qadağandır, bu haramdır. Yəni, nə qədər hədislərdə Allahın Rəsulü sallallahu aleyhi ve sellem heyvanların, peyin bilirsiniz da nədir? Heyvanların peyni ilə, bəli, ifrazatı yəni və sümüklə eyni zamanda, sümüklə təmizləmə. Yəni, ola bilər insan çöldə olsun məsələn, yəni su tapmasın. Təmizlənməyə. Ehtiyacını ödəyəndən sonra təmizləməyə su tapmıyorsun. Təmizləmək vacibdir axı. Sən ondan sonra necə namaz qılacaqsan? Necə təmizləmək? Mütləq təmizlənmək lazımdır. İnsan ifrazat böyük su başına çıxdıqdan sonra. Ola bilər tapmasın bir şey. Məsələ sümük var. Heyvan sümüyü var. Olar mı? Və yaxud peyin tap. Başqa bir şey tapmıyor. Heç nə keçməyib əlinə. Və ondan təmizlənir. Və burada bu hədisdə və başqa hədislərdə bunun yəni qadağa gəlib. Çünki bunlar müsəlman cinlərin yeməyidir. Və müsəlman heyvanların eyni zamanda yeməyidir. İmam Müslim rivayet etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "La təstəncu bir-ravsi və la bil-azmi fe innehu zadu ihvanikum minel-cin." Deyir ki Peyğəmbər sallallahu əleyhi və səlləm nə peyinlə, nə də sümüklə təmizlənməyin, paçlanmayın. Çünki o müsəlman cin qardaşlarınızın azuqəsidir. Cin qardaşlarınızın azuqəsidir. Yəni ki, yeməyi. Ona görə insan diqqət etməlidir bəzi şeylərə. Məsələn, biz o vaxt ki, yemək yeri Bismillahla deyib başlayanda, çünki hədisdə xüsusilə qeyd edilib, Bismillahla yemək yeyəndə, ola bilər o yemək yəni sümüklü bir yemək olsun. Ondan sonra onun sümüyü yəni atılır. Həmən o sümüyü Allah təzdən qaytarır, ət qaytarır. O sümüyə. Həmən o cinlərə görə. Sən artıq Bismillah deyibsən son üzərində. Allah Taala yəni onların yeməyini o formada təyin edib. Cinlərin, müsəlman cinlərin yeməyini. Və heyvanların o peyini də həmən o cinlərin miniklərinin və yaxud heyvan cinlərin heyvanları da var. Var cinlər, bizim insan var və heyvanlar var bizdə, düzdürmü? Və cinlərin var, cinləri və heyvanları. Və həmən o peyinlər də o cinlərin, heyvanlarının yeməyi də bu da hədisdə gəlib. Ona görə bu şeylərlə də nədir? Onlara ikram olaraq görün, yəni necə əgər söhbət artıq İslamla, müsəlmançılıqla bağlıdırsa, aid olmuş hər bir şeyin artıq özünün hörməti var. Onun üçün sənin müsəlman qardaşının malının, mülkünün haram olması bu qəbildəndir. Çünki onun hörməti var. Sənin müsəlman qardaşının namusu, şərəfi, malı, mülkü, ona məxsus olan hər bir şeyin sənin yanında böyük bir hörməti olmalıdır. Yəni budur, cin qardaşlarınızın deyir, yeməyidir, azuqəsidir, deyir Peyğəmbər s.ə.v. Baxmayaraq ki, bizim onlardan heç bir əlaqəmiz yoxdur. Baxmayaraq ki, biz onları görmürük. Amma niyə bu şey var? İslamla bağlıdır bu hörmət. Müsəlmançılıqla bağlıdır bu hörmət. Bu hörmət mütləq qorunmalıdır. Və sonra burada fikri bir məsələ də var. Əgər məsələ insan tutaq ki, təmizdəndisə. Təmizdəndi məsələ. Və sonra namaz qıldı. Bu namaz keçərlidir yoxsa yox? Yəni təmizlik hasil olur yoxsa yox? İbn Teymiyyə rahimehullah deyir ki, təmizlik hasil olur. Yəni düzdür, bu qadağa başqadır deyir. Qadağa bunu edən günah qazanır. Bunu edən günah qazanır. Ha?
Bəli, bundan təmizlənən günah qazanır. Çünki Allah Rəsulü qadağan edib axı. Və səbəblərini də qeyd etdik. Yaxşı tutaq ki, etdi, günah qazandı, bəli. Amma təmizlik hasil oldu mu? Yəni təmizləndi həqiqətən. Yəni hökmü olaraq bu təmizlik sayılırmı, keçərlidir? Yəni beləli namaz qıla bilərmi? Dəstəmaz alıb təzədən namaz qıla bilərmi? Məsələn, torpaqdan teyəmmüm elədi, məsələn, tutaq ki. İbn Teymiyyə deyir, bəli. Amma İmam Əhməd deyir ki, yox. Və ümumən İmam Əhmədin məzhəbində bu ən şiddətlidir, yəni İmam Əhməd məsələlərdə. Bu məsələ şeyə qayıdır, ən-nəhyu həl yaqtadil fəsad. Yəni bir şeyə nəhi, qadağa gəlibsə, həmin o qadağa, o işin, edilən o işin fəsadlığı deməkdirmi, batilliyi deməkdirmi? Yəni bir şeydə nəhi gəlibsə, o nəhi nəyə təkcə günaha mı aiddir, o edənə, yoxsa eyni zamanda o əməlin batil olduğuna da aiddirmi? Yəni İmam Əhmədin məzhəbində burada, yəni məsələ cümhurun xilafına olaraq deyir ki, bəli, bir şeydə qadağa gəldisə, hədisdə vəssalam, həmən əməlin batil olmasına işarədir. Batil olmasını göstərir. Siz qadağa boş yerə gəlməyib. Əgər Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, məsələ tutaq ki, oğurluq haramdırsa, oğurluqla əldə edilən sudan sənin dəstəmazın deyir, batildir. Çünki bir şeyin qadağanı onun üzərində qurulan əməlin də batil olmağına deyir dəlildir. Əgər Peyğəmbər sallallahu qadağan edibsə, məsələ qızıl, ipək kişilərə, onda namaz qılmaq sənin namazın batildir. Və yaxud dediyimiz kimi oğurluq haramdırsa, sən oğurluq edib dəstəmaz alırsansa, o dəstəmaz batildir. Və yaxud Allah Teala Quranda deyir ki, məsələ cümə günü qadağan edir alış-verişi, və zərul bey alış-verişi tərk edin. Sən azandan sonra alış-veriş etdinsə, artıq sənin alış-verişin batildir. Doğru, düzgün deyil. Bu kimi, yəni usul bir qaydadır eyni zamanda bu. Çünki yəni bir şey qadağandırsa, o qadağan həmin şeyin fəsadına gətirir, yoxsa yox. Bu da ixtilaflı edilməklə arasında məsələdə başqa təfsilat var. Nəysə, bu fiqh mövzusudur. Və deyir ki, amma burada bu məsələdə nəyə görə İmam Əhməd eyni zamanda təkcə bu qaydaya əsasən də yox. Çünki İbn Xuzeymənin səhihində rəvayətdə gəlib bu barədə. Ona əsasən deyib ki, kim peyinlə və yaxud sümüklə, heyvan sümüklə təmizlənərsə təmizlik hasil olunur. Gəlib ki, Peyğəmbər sallallahu deyir ki, qadağan edəndə ki, peyinlə və sümükdən təmizləmir. Sonra gəlib ki, rivayətdə innəhə lə tutahhar. O təmizləmir. Bu ifadə də artıq səhihdirsə, məsələdə bir növ nasdır. Çünki Peyğəmbər sallallahu deyir ki, o təmizləmir, təmizlik hasil etmir. Və deməli, bu şeylərin hamısı nədir? Sonra bu üç şeydən sonra Peyğəmbər sallallahu bunları qadağan edəndən sonra deyir ki, kim bu üç şey edərsə, deyir ki, fə innə Muhammədən bəriun minhu. Muhammed ondan bəridir. Muhammed sallallahu aleyhi və səlləm ondan bəridir, yəni uzaqdır. Bu da dəlildir ki, yəni bu şeylərin hamısı haramdır. Bu şeylərin haramdır və böyük günahdandır. Böyük günahdandır. Çünki yəni bir şeydə xüsusi vaid deyilir buna. Hər hansı bir şeydə xüsusi bir çəkindirmə, hədə, cəza ilə qorxutma gəlibsə, həmin o işin haramlığına və şiddətli qadağan olmasına dəlalət edir. Yəni bundan da böyük cəza, bundan da böyük şiddət, bundan da ağır bir təhlükə ola bilərmi ki, Allahın Rəsulü desin ki, mən o insandan uzağam. Allahın Rəsulü desin ki, mən o insandan uzağam, mən ondan bəriyəm, bu işi edən. Və odur ki, əgər Allah və Rəsulundan hər hansı bir qadağa gəlibsə, yəni buna baxmayaraq insan onu edirsə, bilsin ki, Allahın yolunda deyil və Peyğəmbərin yolunda deyil, Peyğəmbərin sünnəsi üzərində deyil, Peyğəmbərin gətirdiyi din üzərində deyil o adam. O özünün qurduğu bir dindədir. Özünün qurduğu bir yoldadır. Yəni bir şeyin Allah Rəsulü sallallahu əleyhi və səlləm tərəfindən qadağan olduğu bilindisə, bəlli oldusa və buna baxmayaraq önəm vermirsə, fikir vermirsə, edirsə, Peyğəmbərin gətirdiyi yolda deyil o adam. Və Peyğəmbərin yolu olmayan hər bir yollar da nədir? Din olaraq batildir.
Peyğəmbərin yolu olmayan hər bir yol Allaha ulaşdıran yol deyil. Allaha çatdıran, Allaha ulaşdıran, Allahın razılığını qazandıran yeganə yol Allah Resulü sallallahu aleyhi və səlləmin yoludur. Və növbəti dəlilləri isə növbəti dərsdə götürərik. Düzünü Allah bilir. Və sallallahu aleyhi və nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in.